Salam əziz və dəyərli müəllimlər. Bu gün sizə Edu Company təhsil şirkətinin ödənişsiz şəkildə təşkil etdiyi sınaqdakı kurikulum suallarının izahını verəcəm. Bu dəfəki kurikulum sualları sertifikasiya müəllimlərinə özəl hazırlanmışdır. Amma bazası aşağı olub miqə hazırlaşan müəllimlər də bu suallardan təbii ki yararlana bilər. Baxaq, bilirik ki, sertifikasiyada kurikulum sualları 10 dənə olur. Müəllim inklüziv sinifdə ekologiya və biz mövzusunu tədris edir. Sinifdə həm akademik göstəriciləri çox yüksək olan şagirdlər var, həm də eşitmə məhdudiyyəti yüngül dərəcəli olan bir şagird var. Müəllim dərsi aşağıdakı şəkildə planlaşdırır. Mövzunun izahı zamanı həm şifahi nitqdən, həm də vizual sxemlərdən istifadə edir. Çünki eşitmə əngəlli uşaq var axı. Tapşırıq mərhələsində akademik səviyyəsi yüksək olanlara problemin həlli üçün layihə hazırlamağı, digərlərinə isə mətndən əsas fikirləri seçməyi tapşırır. Eşitmə məhdudiyyəti olan şagirdə isə mövzuya uyğun şəkilləri rəngləmək tapşırığı verir. Verilmiş situasiya ilə bağlı pedaqoji baxımdan ən doğru fikir hansıdır? Mən artıq burada gördüm də, yəni burada nəyi gördüm? Deməli, akademik səviyyəsi yüksək olan şagirdlər tamam, layihə hazırlasınlar. Digərləri biraz orta olanlar, yəni mətndən əsas fikri seçib işləsinlər. Amma eşitmə məhdudiyyəti olan şagird isə sadəcə şəkil rəngləyəcək. İndi baxaq. A-da deyir ki, müəllim diferensial təlimin bütün prinsiplərini deməli qorumuşdur. Çünki hər bir şagirdin potensialına uyğun tapşırıq vermişdir. İndi baxaq da, yəni niyə A-nı biz düz götürə bilmirik? Çünki diferensial təlimdə nə idi? Tapşırıq şagirdin bəli səviyyəsinə görə dəyişə bilər. Diferensial nədir? Müxtəlif, fərqli şagirdlər və mənim onlara fərdi yanaşmağım. Ona görə biz A-nı düz götürə bilmirik. Çünki deyir ki, hər bir şagirdin potensialına uyğun tapşırıq. Eşitmə əngəlli uşağa sadəcə nə verib? Şəkil rəngləmək. B-də deyir ki, müəllim inklüzivliyin bərabər imkanlar prinsipini pozmuşdur. Bəli, pozub. Çünki xüsusi qayğıya ehtiyacı olan şagirdə verilən tapşırıq öyrənmə məqsədlərinə xidmət etmir və onu qrupdan təcrid edir. Bəli, deməli, xüsusi qayğıya ehtiyacı olan şagirdə verilən tapşırıq ona görə öyrənmə məqsədlərinə xidmət etmir ki, o sadəcə şəkil rəngləyəcək. Burada bir ayrı seçkilik var. Niyə? Yenə də deyirəm, diferensial təlimdə tapşırıq şagirdin səviyyəsinə görə dəyişə bilər. Amma məqsəd, təlim nəticəsi hamı üçün əlçatan olmalıdır. Yəni hamımız, bizim məqsədimiz nədir? Bütün uşaqlar eyni təlim nəticəsinə çatsın. Eşitmə məhdudiyyəti olan şagirdə biz sadəcə rəngləmə tapşırığı vermişik və onu mövzudan və yaxud da ki, idraki bacarıqlardan uzaqlaşdırmışıq. İnklüziv təhsil şagirdi sadəcə fiziki olaraq sinifdə oturtmaq deyil, onu prosesə cəlb etməkdir. Yəni, ona yalandan verim ki, ala sən şəkil çək. Şəkil rəngləmək ekologiya mövzusunun mahiyyətini anlamasına kömək eləməyəcək axı. Yəni, müəllim həmin şagirdə şəkillər üzərində bəli verə bilər. Deyər ki, ala şəkillər üzərində ekoloji problemi təsvir et, vizual kartlarla işlə. O da yəni digərləri kimi eyni mövzunu sadəcə fərqli üsulla öyrənəcəkdir. Amma şəkil rəngləməklə bu mövzunu, yəni ekologiyanı təbii ki, öyrənə bilməz. Burada artıq nə baş verdi? Hamı ekologiyanı öyrənir, amma fiziki məhdudiyyəti olan şagird rəngləmə edir. Yəni, təbii ki, artıq biz uşağı təlimdən kənarlaşdırmışıq. Biz əslində nə etməliydik? Hamı ekologiyanı öyrənir, akademik səviyyəsi olan, nə bilim, bunu esse yazar, eşitmə və ya nitq çətinliyi olan isə şəkilli kartları qruplaşdırmaqla öyrənə bilər. Məsələn, təmiz havanı qruplaşdırar, çikli havanı qruplaşdırıb bu cür nümayiş etdirə bilər. Nəticədə hər ikisi, yəni həm akademik səviyyəsi yüksək olan, həm sağlamlıq imkanı məhdud olan uşaq, yəni hamısı nəticədə ekologiyanı dərk elədi. Yenə də deyirəm, burada var, ayrı seçkilik var. Harada da ayrı seçkilik dediyim kimi bərabər imkanlar pozulub. Təkcə şəkil rəngləməklə biz təlim nəticəsinə çatmırıq. Sadəcə ona vermiş şəkil rəngləsin ki, başı qarışsın. Bu məqsədə çatmaq demək deyil. Doğru cavab B-dir. Baxaq niyə, bəs digər variantlar deyil.
Vizual sxemlərdən istifadə edilməsi yalnız eşitmə məhdudiyyətli şagird üçün faydalı olduğu üçün differensiallaşma düzgün aparılmamışdır. Xeyr, burada differensiallaşmada düzgün aparılmamışdır deyə bilmərik. Vizual zaten sinifdə bəzi vizual öyrənən uşaqlar olur. Biz bunu bilirik də öyrənmə tərzlərindən. Biz dedik axı, bizdən nə soruşur? Ən doğru cavab. Ən doğru cavabı mən gördüm ki, inkluziv sinifdə bərabər imkanlar pozulub. Müəllim tapşırıqları mürəkkəblik dərəcəsinə görə böldüyü üçün burada yalnız fərdi yanaşma var, inklüzivlik yoxdur. Bu da yanlışdır. Yüksək nəticə göstərən şagirdlərə layihə verilməsi yanlışdır. Niyə? Layihə yüksək belə deyək də, nəticə göstərən şagirdlərə verilir. Çünki inklüziv sinifdə hamı eyni formatlı yox, müxtəlif formatlı tapşırığı icra etməlidirlər. Bir sözlə deyirəm ki, müəllim şagirdin burada qüsuruna, zəifliyinə fokuslanıb ona asan, baş qatan iş verməməlidir. Scaffoldinglik etməlidir, dəstək göstərməlidir. Eşitmə məhdudiyyəti olan şagird üçün mətnin həcmi azaldıla bilər, ona nə bilim vizual lüğət verilə bilər, nə bilim ondan tələb olunan hansısa idraki fəaliyyət, yəni anlama mərhələsi, təhlil etmə mərhələsi və s. digər şagirdlərlə paralel təşkil edilməlidir. Yəni şagird hiss eləməməlidir ki, o dərsin mövzusundan kənar bir işlə məşğuldur. Sadəcə onun başını qatmaq üçün şəkil rəngləmək verilib. Bunu şagird hiss eləməməlidir. Və belə deyək də, sonda necə olmalıdır? Yəni differensiallaşma elə aparılmalıdır ki, şagirdlər arasında uçurum yaranmasın. Dərsin sonunda müəllim deyəndə ki, hə uşaqlar biz nə öyrəndik soruşanda esse yazan şagird öz fikrini oxuyur, şəkillərlə işləyən şagird isə öz lövhəsindəki şəkilləri göstərsin. Nə bilim bu təmiz mühit, ekologiya, bu çirkin mühit və s. Hər ikisi eyni suala cavab vermiş olsun. Bax, budur differensiallıq və ədalətlilik prinsipi. Gəldik ikinci sual. MİQ-də də bizi ən çox buradan vururlar. Hər ildə demək olar bu tip sual düşür. Tarix dərsində müəllim şagirdlərə Şah İsmayıl Xətainin həm dövlət xadimi, həm də bir şair kimi fəaliyyətini əks etdirən müxtəlif tarixi mənbələri və faktları təqdim edir. Tapşırıq olaraq bildirir. Verilmiş faktları təhlil edərək, bəli, təhlil etməyimi açıq-aydın görürəm də, Xətainin idarəçilik prinsipləri ilə yaradıcılığındakı humanizm ideyaları arasındakı ziddiyyətləri və ya oxşarlıqları müəyyən edin. Sonda bu faktlara əsaslanaraq onun fəaliyyətinə dair öz əsaslandırılmış münasibətinizi bildirin və qrup müzakirəsində yoldaşlarınızın fərqli baxış bucaqlarını səbirlə dinləyib onlara hörmətlə yanaşın. Bu situasiyada şagirdin fəaliyyəti hansı bənddə düzgün qruplaşdırılmışdır? Çox adamın etdiyi ən belə deyim də kobud səhv. Gedirlər, götürürlər ya məntiqi təfəkkür, təhlil ya da tənqidi təfəkkür, təhlil. Əsas odur ki, təhlili götürürlər. Burada biz böyük bir yanlışa yol veririk. Deyirlər ki, niyə faktlara əsasən deyir, axı niyə təhlil olmadı ki? Bəli, təhlil var. Mənə nə deyir? Deyir ki, bax, elə bir mən Şah İsmayılın etdiyi bütün o müharibələrdir, atdığı addımlardır, hamısına baxıram, oxuyuram, təhlil edirəm. Axırda neynirəm? Öz münasibətimi bildir, adama bax, 15 yaşından nələr elədiyi, öz münasibətimi bildirirəm mən burada. Deməli, bəli, yəni bu situasiyada bir neçə fəaliyyət var. Təhlil etmək var, müqayisə etmək var. Amma tapşırığın yekun nöqtəsi şagirdin gəldiyi nəticədir. Yəni müəllim deyir ki, faktlara əsaslanaraq onun fəaliyyətinə dair öz əsaslandırılmış münasibətinizi bildirin. Bir şəxsiyyət, hadisə, nə bilim bir proses haqqında müəyyən meyarlar, tarixi faktlar əsasında fikir yürütmək, ona qiymət vermək, nə bilim siz öz münasibətinizi bildirirsiniz də, yəni bu birbaşa dəyərləndirmək mərhələsidir. Təhlil etmək isə bəli var, zaten burada açıq-aydın yazıb. Təhlil edərək biz dəyərləndirmə mərhələsinə gedirik. Burada təhlil etmək sadəcə dəyərləndirməyə gedən bir vasitədir. Yenə də deyirəm, elə bil mən otururam bütün günü oxuyuram Şah İsmayılın bütün həyat hekayəsini, o nələr edib, hansı yollardan keçib, axırda öz münasibətini bildirirəm, öz münasibətimi. Allah belə loru dillə deyim, deyirəm adama bax be, gör nələr eləyib.
Yəni öz münasibətimi dəyərləndirirəm, onun etdiklərinə qiymət verirəm. Oxumuşam, bəli, amma mən öz münasibətimi bildirirəm. Bu olur dəyərləndirmək. Niyə tənqidi təfəkkür? Yaxşı, buna da baxaq. Deməli, çünki burada ziddiyyətləri və oxşarlıqları tapır. Yəni hadisələri bir tərəfli deyil, çox şaxəli baxır, sübutlarla danışır, münasibət bildirir. Bu da təbii ki, tənqidi təfəkkürün açar sözləridir. Yaxşı, belə baxaq. Burada məsələn sual gələ bilər ki, niyə bəs məntiqi təfəkkür deyil? Məntiqi təfəkkür daha çox səbəb-nəticə əlaqəsi, nə bilim, ardıcıllıq, qanuna uyğunluqları tapır. Burada isə subyektiv qiymətləndirmə var, öz fikrini bildirir, yəni. Bu olur tənqidi təfəkkür. Yəni ona görə məsələn A, D, bir də E variantında məntiqi təfəkkür var. Ona görə bu variantlar gedir. A, D, E. Məntiqi təfəkkürə görə gedir. Daha sonra təhlil etməyə gələk. Burada bəli, şagirdlər faktları təhlil edir. Amma sualın sonunda ondan münasibət bildir buna. Öz fikrini bildir. Yəni dəyərləndirmək tələb olunduğu üçün burada da üst səviyyə, təhlildən də üst səviyyə olur. Dəyərləndirmək mərhələsi cavab C variantı. Üçüncü sual, müəllim şagirdlərə belə bir layihə tapşırığı verir. İnteqrasiya sualıdır. İstər miq, istər sertifikasiya, bir dənə sualınız 100% var və bu tip suallar imtahana düşür. Müəllim şagirdlərə belə bir layihə tapşırığı verir. Təsəvvür edin ki, ailənizin aylıq büdcəsi 1200 manatdır. Sizdən tələb olunur ki, kommunal xərcləri, qida, digər zəruri ehtiyacları nəzərə alaraq növbəti ay üçün xərclər planı Excel cədvəlində hazırlayasınız. Planı elə qurmalısınız ki, həm ailənin bütün zəruri ehtiyacları qarşılansın, həm də büdcənin 10% qədəri qənaət edilsin. Sonda hazırladığınız planı sinif yoldaşlarınızla müzakirə edərək israfçılığın qarşısını almaq üçün təkliflərinizi təqdim edin. Bizdən inteqrasiyanı soruşur, bəlkə də sadəcə fənlər arası götürənlər olacaq. Əminəm ki, bizim müdavimlər bunu eləməz, bizim müəllimlər eləməz. Çünki biz bunu dəfələrlə demişik, fənn üstünü izahını vermişik. Baxın, burada təbii ki, fənlər arası var. Niyə? Riyaziyyat var, büdcənin hesablanması, nə bilim 10%lik qənaətin tapılması, yəni faiz və hesablanma əməlləri var. İnformatika var, deyir planın Excel cədvəlində hazırlanması, yəni burada İKT bacarıqları var. Həyat bilgisi var, çünki ailə büdcəsidə ehtiyac, istəklər, israfçılıq, bunlar birbaşa, yəni həyat bilgisi fənninin məzmunudur. Hətta məncə ailə büdcəsi falan bunlar texnologiyada da keçirilir. Amma üstə gəl burada fənnüstü var. Fənnüstü nədir? Həyati bacarıqlar. Həyati bacarıqlar nədir? 4K bacarıqları, 4K yəni tənqidi, yaradıcı təfəkkür, kommunikasiya, ünsiyyət, kooperasiya, əməkdaşlıq, problem həll etmə, qərar qəbul etmə. Baxın, adam burada qərar qəbul edir. Yəni qərarı harda qəbul edir? Hansı xərcləri ixtisar edib, hansını saxlamaq barədə seçim edərək qərar qəbul edir. Yəni burada qərar qəbul etmə. Bunlar, yəni mən bir sualda həyati bacarıq görürəmsə, müəllimin məqsədi şagirddə həyati bacarıq formalaşdırmaqdırsa, demək ki, orada fənnüstü var. Bəli, həyati bacarıq formalaşdırır. Sonra mən məsələn öz müdavimlərimə vermişəm bu açar sözləri. Ailə görəndə, cəmiyyət üçün görəndə, büdcə görürük. Bunlar ailə üçün, cəmiyyət üçün. Sonra real həyat problemi görəndə hamısı fənnüstü. Yəni bu sualın cavabı fənlər arası və fənnüstü. Dördüncü sual, müəllim dərsin tətbiq etmə mərhələsində şagirdlərin tapşırıqları necə icra etdiyini müşahidə edir. O çətinlik çəkən bir şagirdə yaxınlaşaraq deyir: "Afərin, sən çox ağıllı şagirdsən. Keçən dərslə müqayisədə bugün daha sürətli işləyirsən. Amma çalış ki, səhvlərini azaldasan. Yoxsa summativ qiymətləndirmədə yüksək bal ala bilməyəcəksən." Verilmiş situasiya ilə bağlı formativ qiymətləndirmənin prinsipləri baxımından hansı fikir doğrunu istəyir bizdən? Deyir, müəllim konstruktiv rəy vermişdir. Çünki şagirdi keçmiş nailiyyəti ilə müqayisə edərək motivasiya etmişdir. Baxaq, nə deyir? Afərin, afərini bəli deyə bilər. Məsələ ondan sonraki cümlədir. Sən çox ağıllı şagirdsən. Sən çox ağıllı şagirdsən. Bunun artıq şəxsinə yönəlik verdim. Keçən dərslə müqayisədə bugün daha sürətli işləyirsən. Amma çalış ki, səhvlərini azaldasan, yoxsa summativ qiymətləndirmədə. Burada yəni mən konstruktiv rəy görmürəm. Niyə? Çalış ki, səhvlərini azaldasan. Tamam, səhvlərimi azaldım. İstiqamət yox.
Hansı səhvlərimi? Tamam, mən o səhvləri eləmişəm. O səhvlərimi necə aradan qaldırım? Mənə doğru yolu göstər. Göstərməmişəm. Demək burada konstruktiv rəy yoxdur. Müəllim formativ qiymətləndirmənin rəy vermə qaydasını pozmuşdur 100%. Çünki rəy emosiyalara yönəlib. Bəli, sən çox ağıllı şagirdsən və şagirdə nəyi necə düzəltməli olduğunu izah etmir. Bəli, deyir, səhvlərin var, çalış düzəldəsən. Necə düzəldim ay müəllim? Bəli, səhv eləmişəm. Zaten düzünü bilsəydim, səhv eləməzdim. Deməli, səhv eləmişəmsə, bilmirəm ki, səhv eləmişəm də, bəs mənə öyrət, yol göstər. Bunu müəllim etməyib, deyib, get səhvləri düzəldərsən. Budur doğru cavabımız. Müəllim düzgün istiqamət vermişdir. Xeyr, düzgün verməyib. Sonra bu effektiv formativ qiymətləndirmədir. Xeyr, effektiv deyil. Müəllim rəy verərkən idrak taksonomiyasının dəyərləndirmə mərhələsini istifadə etdiyi üçün proses uğurludur. Xeyr, uğurlu proses yoxdur. Yəni bir sözlə yanlış rəy verib. 5-ci sual şagird riyaziyyat dərsində çətin bir məsələnin həllində ilişib qalır və müəllimə deyir: mən bunu heç vaxt həll edə bilməyəcəm, riyazi qabiliyyətim yoxdur. Müəllim şagirdə yaxınlaşaraq belə cavab verir: sən keçən həftə bundan daha çətin bir tənliyi uğurla həll etmişdin. İndi isə sadəcə bu düsturu tətbiq etməkdə kiçik bir ipucuna ehtiyacın var. Gəl əvvəlcə məsələnin verilənlərini sxemləşdirək, sonra addım-addım irəliləyək. Bu situasiyada müəllimin yanaşması ilə bağlı hansı fikir səhvdir? Səhvi istəyir bizdən. Müəllim şagirdə müvəqqəti dəstək göstərərək onun yaxın deməli inkişaf zonasında qalmasına kömək edir. Deməli, tamam, edirmi? Baxaq, deyirsən keçən həftə bundan daha çətin. İndi isə sadəcə bu düsturu tətbiq etməkdə kiçik bir ipucuna ehtiyacın var. Gəl əvvəlcə məsələnin verilənlərini sxemləşdirək, sonra addım-addım irəliləyək. Düzdürmü? Bizdən səhvi istəyir də. Deyir ki, müəllim şagirdə müvəqqəti dəstək göstərərək. Göstərirmi? Bəli, müvəqqəti dəstək göstərir. Bu getdi. Müəllim şagirdin qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçidini stimullaşdırır. Bəli, baxın, mən bunu heç vaxt həll edə bilməyəcəm. Şagird qapalı düşüncədədir. Müəllim ona nə deyir? Müəllim ona yaxınlaşaraq deyir ki, sən keçən həftə bundan daha çətin bir tənliyi uğurla həll etmişdin. Yəni uşağı stimul verir. Verirmi? Verir. Müəllim şagirdi keçmiş nailiyyəti ilə müqayisə edərək onda özünə inam hissini bərpa etməyə çalışır. Düzdür, deyir də, sən keçən dəfə bundan da çətinlik eləmisən. Müəllim şagirdin şəxsiyyətini deyil, onun fəaliyyətini və prosesi olan yanaşmasını qiymətləndirən konstruktiv rəy verir. Bəli, şagirdin özünü əvvəlki özü ilə. Yəni görürsüz, uşaq deyir ki, mən bu riyazi qabiliyyətim yoxdur, bunun öhdəsindən gələ bilməyəcəm. Müəllim nə deyir onun fəaliyyəti barədə? Demir da, yox, sən belə ağıllısan, sən dərakəlisən, səndən yoxdur, sən eləyəcəksən, demir. Bu yanlışdır. Bu emosiyalara yönəlikdir. Deyir ki, sən keçən həftə bundan da çətin bir tənliyi uğurla həll elədin. Yenə də uşağın etdiyi fəaliyyətdən danışır. Bu da düzdür. Müəllim şagirdin yerinə məsələni həll etdiyi üçün bu yanaşma şagirdin müstəqil düşünmə bacarığını zəiflədir. Bu yanlışdır. Müəllim yazıq harda burada uşağın yerinə həll elədi ki, dedi gəl əvvəlcə məsələni sxemləşdirək, addım-addım irəliləyək və s. və axır. 6-cı sual. Məktəb daxili intizam qaydalarına görə tənəffüs zamanı dəhlizdə qaçmaq qadağandır. Şagird görür ki, ən yaxın dostu dəhlizdə qaçarkən müəllimin otağının qarşısındakı dibçəyi aşırıb sındırdı və heç kim görmədən oradan uzaqlaşdı. Şagird əvvəlcə dostunu qorumaq istəyir, lakin sonra anlayır ki, bu hərəkət həm məktəb əmlakına zərərdir, həm də günahsız birinin, məsələn xidmətçinin cəzalandırılmasına səbəb ola bilər. O dostuna yaxınlaşıb deyir: mən sənin qorxunu anlayıram. Amma gəl birlikdə müəllimə həqiqəti deyək və vurduğumuz ziyanı necə ödəyəcəyimizi müzakirə edək. Bu situasiyada şagird ardıcıl olaraq SEO-nun, yəni sosial-emosional öyrənmədən söhbət gedir, hansı komponentlərini nümayiş etdirmişdir. Sosial-emosional öyrənmənin bir neçə komponenti var. Biz də onlara baxacağıq. Buna eyni zamanda Kassel modeli də deyilir. Deməli, özünü dərk deyil, çünki nə deyir? Mən səni anlayıram. Empatiya var. Empatiya hardadır? Sosial məlumatlılıqda. Baxaq, o olmayan cavabları. Özünü dərk yoxdur. Düzdür, burada sosial məlumatlılıq var. Gəlin belə eləyək də. Bunu ataq. Bunu da ataq. Yerdə qalsın, tamam, A da qalsın. A da qalsın. 3 variantda sosial məlumatlılıq var. Onu götürürük, səni anlayıram. Hə, A da getsin. Çünki məndən ardıcıl istədi. Nə dedi? Ardıcıl olaraq. Sosial məlumatlılıq məndə birinci gəlir. Deməli, ya B, ya E olacaq.
Deyir ki, deməli səni anlayıram, gəl birlikdə müəllimə həqiqəti deyək və vurduğumuz ziyanı necə edəcəyimizi müzakirə edək. Deməli, burada özünü idarə etməyə də görmədik, də getdi. Səni anlayıram, sosial məlumatlılıq və məsuliyyətli qərar qəbul etmək. Bəli, uşaq çünki nə deyir buna? Deyir ki, mən səni anlayıram, qorxunu anlayıram. Amma gəl birlikdə müəllimə həqiqəti deyək. Görürsüz, məsuliyyətli qərar verib və vurduğumuz ziyanı necə edəcəyimizi müzakirə edib bir qərar qəbul edək. Doğrudur. Qərar qəbul etmə düzdür. 7-ci sual, bəli, planlaşmadan da hər il bir sualımız var. Cari planlaşdırma, yəni gündəlik planlaşdırma ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Deməli, deyir ki, gündəlik planlaşdırmada təlim nəticələri əsas standartdan deyil, birbaşa alt standartdan çıxarılır. Düzdür də bu. Bəli, təlim nəticəsini alt standartdan çıxarıq. Dərsin təlim nəticəsi, dərsin məqsədi hesab olunur, düzdür, ikinci adıdır və şagirdin dərs sonunda əldə edəcəyi bacarığı ifadə edir. Bəli, təlim nəticəsini biz əvvəlcədən şagirdə elan edirik ki, yəni ay uşaqlar, siz dərsin sonunda bu bacarığa sahib olacaqsınız. Məqsəd budur. Qiymətləndirmə meyarları və üsulları dərsin sonunda şagird fəaliyyəti izlənildikdən sonra müəyyən edilir. Çox böyük bir yanlış. Xeyr, qiymətləndirmə meyarları da, dərsin təlim nəticəsi də dərsin əvvəlində şagirdə elan edilir. Bu səhvdir. Gündəlik dərsin təlim nəticələri əsasında təlim fəaliyyətləri və dərsin strategiyası qurulur. Bəli, mən bunu həmişə belə bir model deyirəm. Təlim nəticəsi, ona uyğun qiymətləndirmə meyarı, ona da uyğun təlim fəaliyyəti ya da öyrənmə fəaliyyəti deyilir. Bunun içində gedir iş üsulları, iş formaları. Deməli, deyir, gündəlik dərsin təlim nəticələri əsasında, yəni bunun əsasında təlim fəaliyyətləri, yəni bu və dərsin strategiyası ilə bunun içində gedir, qurulur. Düz deyir də, buna uyğun quruldu hamısı. Bu da düzdür. Bunları silək. Deməli, müəllim əvvəlcədən bir saniyə. Müəllim əvvəlcədən yazdığı gündəlik planlaşmaya dərsin gedişində əlavə və dəyişikliklər edə bilər. Bəli, kiçik bir dəyişikliklər etmək olar. Bu da düzdür. Getdik 8-ci sual. Müəllim valideynlərlə deməli, valideynlə də bağlı həmişə bir sual düşür. Müəllim valideynlərlə əməkdaşlığı gücləndirmək üçün sinif üzrə həftəlik bülleten hazırlayır. Bülletndə həftə ərzində keçilən mövzular, şagirdlərin əldə etdiyi uğurlar və qarşıdakı tədbirlər qeyd olunur. Lakin müəllim müşahidə edir ki, bəzi valideynlər bu bülletenləri oxumur və ya əməkdaşlığa maraq göstərmir. Müəllimin bu situasiyada atacağı ən effektiv addım hansıdır? Təbii ki, ola bilər də belə hallar. Valideyn çox işləmiş ola bilər, bir çox səbəblər ola bilər. A-da deyir ki, bizdən nə istədi? Situasiyada atacağı ən effektiv addım istəyir. Bülletenləri oxumayan valideynlərin adlarını sinif iclasında qeyd edərək onları məsuliyyətə bilir ki, belə şey mümkün deyil də. Bundan sonra sən heç o valideyni iclasa da gətirə bilmərsən. Sonra bülletenlərin formatını dəyişmək və yalnız zəif oxuyan şagirdlərin valideynlərinə fərdi şəkildə göndərmək. Belə deyim də, mən tutalım ki, bülletenin formatını dəyişdim. Güya onda nə olacaq ki? Zaten valideyn baxmır da bu bülletenə. Yəni, zaten valideyn baxmır. Müəllimlər çox vaxt elə düşünürlər ki, əgər bir üsul tutalım da bülleten işləmirsə, onu daha da sərtləşdirim və ya yalnız problemli şagirdlərə yönəldim. Bu yanlışdır. Onsuz bu baxmır da bülletenə. Bunun formatını dəyişəndə nə olacaq? Valideynlərlə fərdi söhbət apararaq onların maraqlarını, ünsiyyət üstünlüklərini və məşğulluq qrafiklərini öyrənmək. Ən gözəli, adam birinci səbəbi öyrənər ki, bəlkə bunun vaxtı yoxdur. Sonra ünsiyyət üstünlükləri, məşğulluq grafikləri soruşa bilərəm ki, yəni hansı saatlarda uyğundur. Məsələn, deyə bilərəm də, zaman məhdudiyyəti varsa, tutam, onlara qısa mesaj göndərə bilərəm, səsli qeyd göndərə bilərəm. Lap deyərəm, axşam saatlarında onlayn görüş keçirək. Bu ola bilər. Yəni ki, ən gözəl cavab. Qeyd edir ki, bülleten göndərməyi dayandırmaq, yalnız vacib hallarda valideynləri məktəbə çağırmaq. Xeyr, biz yalnız vacib hallar, yalnız pis hadisələr baş verəndə yox, uşaqların uğurlarını da qeyd eləmək lazımdır. Bülletenlərin sonunda şagirdlər üçün mükafatlandırıcı tapşırıqlar əlavə edərək valideynləri məcburən oxumağa sövq etmək. Məcburən sözü elə birinci burada yanlış olur.
Yenə də deyirəm, effektiv əməkdaşlıq təktərəfli ola bilməz. Əgər valideyn bülteni oxumursa, bunun səbəbi vaxt azlığı ola bilər, ünsiyyət ola bilər, məlumatın nə bilim ona maraqlı olmaması ola bilər. Müəllim valideynin yəni anlamalıdır, empatiya qurmalıdır. Ondan sonra belə deyim də, ondan sonra hansı addım atacaq ona qərar verməlidir. Valideyni də anlamaq üçün nə etmək lazımdır? Birinci valideynlə görüşmək lazımdır. Yəni fərdi bir ünsiyyət, zəng, axırda valideynlə fərdi söhbət apararaq onu anlamaq lazımdır. 9-cu sualda cədvələ əsasən uyğunsuzluğu deyir. Bir dənə iş üsulundan sualınız olacaq, əziz müəllimlər. Deməli, uyğunsuzluq istəyirsə, doğrunun altında yanlış, yanlışın altında doğru. Ziqzaq üsulu şagirdlərdə oxuyub anlama və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Düzdür, inkişaf etdirir də, bəli. Bibo üsulu şagirdin əvvəlki bilikləri ilə yeni bilikləri arasında əlaqə qurmasına xidmət edir. Nə gözəl, bəli edir. Yalnız refleksiyada istifadə olunur. Elə burada işi korladı. Yalnız yox, Bibo həm cəlb etmə, həm də refleksiyada olur. Sonra 3-2-1 üsulu yalnız dərsin sonunda şagirdlərin anlama və marağını ölçən effektiv üsuldur. Bəli, 3-2-1 yalnız dərsin sonunda, yəni refleksiyada olur və şagirdlərin anlama və marağını ölçür. Miqə düşmüşdü bu sual. Sokrat dialoqu üsulunda müəllim şagirdlərə hazır cavablar verməklə onların məntiqi təfəkkürünü yox, tənqidi təfəkkürünü inkişaf etdirir. Bu da yanlışdır. Məndən uyğunsuzu istəyirsə, deməli mən bunun altında buna uyğun olanı yox, uyğunsuz olan 2-ni götürürəm. Bunun da altında buna uyğunsuz olan üstəgəldir də əksi. 3-ü götürürəm. Cavab 2, 3. 10-cu sualımız deməli, dərs zamanı şagirdlərdən biri, baxın, bu nəzəriyyə sualıdır. Deyəcəklər ki, nəzəriyyə düşmür. Baxın, bu nəzəriyyə sualıdır. Dərs zamanı şagirdlərdən biri müəllimin izahını kəsərək mövzuya aid olmayan, lakin sinifdə gülüş doğuran istehzalı bir şərh bildirir. Müəllim şagirdin bu hərəkətini görməzdən gələrək dərsin izahına davam edir. Lakin bir neçə dəqiqə sonra həmin şagird daha ucadan bənzər bir hərəkət təkrar edir və bu dəfə dərsin gedişatı tamamilə pozulur. Bu situasiya ilə bağlı verilmiş deməli təhlillərdən hansı doğrudur? Bizdən doğru cavabı istəyir. Müəllim görməzdən gəlmə üsulunu tətbiq etməklə ən düzgün strateji addımı atmışdır. Çünki şagird diqqət çəkməyə çalışır. Tamam, belə deyək də, bəli, kurikulumda, metodikada görməzdən gəlmə kimi üsul var. Amma o yalnız dərsin gedişatına mane olmayan, kiçik, nə bilim, keçici bir dərs pozuntuları üçün keçərli ola bilər. Əgər davranış sinifdə gülüş doğurursa, şagird burada tamaşaçı qazanırsa, nə bilim klonluq edirsə, hamını özünə cəlb edirsə, burada görməzdən gəlmək o dərsi məhv edər, o dərsi iflic edər. Ona görə bu situasiyaya görə müəllimin görməzdən gəlməsi bura uyğun deyil. Sonra müəllim birinci halda qeyri-verbal müdaxilə etməli idi. Qeyri-verbal, yəni səsli şəkildə yox. Görməzdən gəlmə hərəkətin rəğbətləndirilməsi kimi qəbul edilib. Aha, müəllim birinci halda qeyri-verbal müdaxilə etməli idi. Qeyri-verbal müdaxilə nədir? Yəni müəllim dərsi dayandırmadan şagirdə yaxınlaşmalı, onunla nə bilim ya da göz təması qura bilər, əlini onun partasına qoya bilər, onun çiyninə qoya bilər. Bu dərsi pozmadan uşağa mesaj ötürürəm də, gizli mesaj. Yəni ki, mən hər şeyi görürəm. Sən mənim nəzərimdəsən, gizli mesajını ötürürəm ona. Bu, sosial intizam modeli nəzəriyyəsidir. Rudolf Dreikurs nəzəriyyəsi. Baxın, nəzəriyyə sualı bu cür düşür. Situasiya, sinif mühiti, nəzəriyyə suallarıdır, dəyərli müəllimlər. Çox adam, mən təlimçilərdən də eşitmişəm, deyirlər nəzəriyyə sualı düşmür. Düşmürsə, niyə gün-gündən bunların sayı artır? 2024-dən 2 dənəsini artırdılar, bu ildə 2-3 dənəsini artırdılar. Niyə artırırlar ki? Çünki düşür. Deməli, doğru cavabımız B. Bəli, birinci halda müəllim qeyri-verbal müdaxilə eləməli idi. Sonra görməzdən gəlmə hərəkətin rəğbətləndirilməsi kimi qəbul edilib ki, o bir neçə dəqiqə sonra ucadan bir hərəkət edir. Bu dəfə də tamam dərsi pozur. Bu situasiya uyğundur. Bizdən situasiya ilə bağlı cavab istəyir də. C-də deyir ki, şagird dərsi pozduğu üçün müəllim dərhal onu sinifdən kənarlaşdırmalı və rəhbərliyə məlumat verməli idi. Xeyr, bunu etmirik. Yəni şagirdi dərsdən kənarlaşdırmaq, belə deyim də,
olmaz. Yəni onda mən necə müəlliməm ki, bir dənə şagirdin öhdəsindən gələ bilmirəm, həmin dəqiqə qaçıram direktorun yanına. Müəllim ikinci müdaxilədə şagirdi bütün sinifin qarşısında kəskin şəkildə tənbih etməklə bilirik də bu da olmaz. Dəstəkləyici mühit olmaz. Bu da getdi. Bu situasiyada müəllimin davranışı mənfi gücləndirmə prinsipinə uyğundur və davranışın sönməsinə xidmət edir. Baxın, mənfi gücləndirmə birincisi gedir belə deyək də, operant şərtlənmə nəzəriyyəsinə, Skinner nəzəriyyəsi. Amma mən burada dedim axı bayaq, burada sosial intizam modeli nəzəriyyəsidir. Ona görə nəzəriyyələri bilməliyik ki, açar sözlərdən tuturam. Mənfi gücləndirmə operant şərtlənmə nəzəriyyəsinə uyğundur və mənfi gücləndirmə bilirsiniz nə zaman olur? Gücləndirmə sözün mənası mükafat deməkdir. Bu uşaq arzu olunan, yaxşı davranış edəndə gücləndirmə olur. İndi mənfimi, müsbətmi? Onu sonrasına baxırsan da, əlindən alırsansa mənfidir, verirsənsə müsbətdir. Burada arzu olunan davranış olmayıb. Baxın, burada arzu olunmayan davranış var. Bu bir. Bir də ki, burada söhbət dediyim kimi operant, yəni behaviorizm nəzəriyyəsindən getmir. Sosial intizam modeli, Drekurs, Rudolf Drekursun nəzəriyyəsindən söhbət gedir. Doğru cavab istəyirdi, doğru cavab B-dir. Cavablar burada da var, əziz müəllimlər. İnşallah ki, fikirlərinizi də yorumlarda gözləyirəm. Nəsə bir fikriniz, təklifiniz varsa, mən yorumları oxuyub cavablayıram. İnşallah ki, nə yazmısınızsa yazarsınız. 10-dan 10-mu, 9-mu, 8-mi, hansı suallarda yanlışlıq etmişsinizsə, onları da yorumlara yaza bilərsiniz. Sağ olun.